Mərkəzi Bank sədrindən vacib açıqlama, manatın məzənnəsi ilə bağlı proqnoz verildi. Yaxın vaxtlarda Azərbaycanda manatın xarici valutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir. Report xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. Bəzi ekspertlər məzənnə ilə bağlı ajitaj yaradırlar. Bizim cari əməliyyat balansı ilə bağlı proqnozumuz bu ildə, gələn ildə müsbətdir. Dünya bazarında neftin qiyməti 64-65 Amerika Birləşmiş Ştatları dolları civarında olsa, bu həm cari əməliyyat balansı, həm dövlət büdcəsinin xərclədiyi nöqteyi nəzərindən məqbuldur. Yəni biz burada hansısa problem görmürük. 10 dollarlıq ucuzlaşmanın iqtisadiyyat üçün böyük bir təsiri yoxdur. Söhbət təxminən 300 milyon manatlıq vəsaitdən gedir. Cari əməliyyat balansı üçünsə 55 dollarlıq qiymət belə profisitə nail olmağa imkan verir deyə o qeyd edib.